Mumiyayı və quyulamaqdan söz gəldiyində istər-istəməz Misr ağlımıza gəlir. Ancaq ölüm və yaşam hər təməddündə fərqli öyküləri və dastanları vardır. Qədim türklər isə ölülərini torpaqdan qalanmış təpələrin içinə quyularmışlar. Niyə ki torpaq ana imiş və hamilə qadının qarnı kimi şişmiş qurğanlar ölülər üçün yenidən doğma vəsiləsi idi. Qədim türklərin gözündə yer ana imiş, insanı doğan ana və öldükdən sonra qoynunda yer verən ana. Türklər qəbirlərini bir hamilə qadının qarnına bənzədərmişlər. Niyə ki insan ora ölüm üçün deyil, yenidən dirilib və uçmağa getmək üçün tapşırılıb. Ona görə də ölənin yanına yemək, içmək, altın və hətta ölənin qılıncı və atını quyularmışlar. Ona yolunda dəstək olsunlar deyə. Kurqanlar yalnızca torpaqdan düzələn təpələr deyilmişlər. Bəziləri Orta Asiyada düzələn ən böyük tikintilərdən sayılırmışlar. Moğolistandan Qəzaqistana, Sibridən İranda Azərbaycana qədər kurqanların izi var. Ölüləri kurqanlarda quyulamaq ən çox Hunlarda, Sakalariya İskitlərdə və Gök türklərdə yaygın olan bir törəymiş. Amma mumiyayı necə? Mumiyayı yalnızca mislilərin deyil. Altaylarda tapılan İskit tigininə aid olan mumiyayda onun dərisi, döymələri ya tətoları və hətta paltarlarının bir çox qismi sağ qalıb. Bu mumiyayda kimyəvi məvad işlənilməyib. Yalnızca münasib torpaq və soyuq havada quyulandığı üçün çox şeylər çürüməyib və sağ qala bilib. Bir belə dəyər nə üçündür? Çünki bir ölü yalnızca bir bədən deyil, bir boyun ruhunu daşıyan şeydir. Və nəhayət də bütün təməddünlərdə Misirdən Çinə qədər, İnkalardan türklərə qədər ölünü unudulmaq üçün deyil, yenidən doğmaq üçün quyularmışlar. Və türklərdə bu çərxə torpaqdan başlayıb torpağa vararmış. Niyə ki ana hər zaman sığınacaqdır.